Aziz ve değerli soydaşlarımız, bir daha selamlar, saygılar. Güney Azerbaycan Kurtuluş Partiyası'nın kurtuluşun sözüyle birlikteyim. Ben Eldar Karadağlı. Değerli soydaşlarımız, bildiğiniz kimin bizim həftəlik görüşlerimiz sizinle baş tutur ve bu günlerde yine o görüşlerimizin biriyle sizinle birlikteyim. Demek ki aziz soydaşlarımız, bildiğiniz bu günler indi 10 gündür demek ki İran adlanan ülkenin durumunda, vəziyyətində qeyri-istabillik günü-gündən atmaqdadır ve rejim tam olarak bütün gücüyle bunu bastırmaya çalışır. Hem bunun demek ki diplomatik yollarını arır, hem nizami hərbi baskılarını çoxaldırır ve çalışır ki bu demek ki məişəti ve simpi ve aynı zamanda milli mesele demek ki birbirinden ayrı düşsün ve birbirinin gücüne güc katmasın diye özellikle Azerbaycan'ın üzerinde çok demek ki ağır baskılar var. Hem psikolojik baskılar var, hem caydırıcı demek ki baskılar var şuarlarla birlikte ve ümumiyyətlə diyebilirik ki bu oyun çok büyük, çok ağır bir vəziyyətdə Azerbaycanın üzerinde oynanmaktadır. Aziz soydaşlarımız, tabii ki Güney Azerbaycan Kurtuluş Partiyası olarak bu hadiselerin dışarısında değiliz. Bu hadiselere bigane değiliz. Ve bu hadiselerin içinden gelmiş bir təşkilat olarak bu milletin demek ki her dəqiqəsini, her anını, her gününü güdən bir təşkilat olarak Azerbaycan Milli Hərəkatının o içinde olan o hayat felsefesini ümumiyyətlə ortaya koymaya çalışan bir təşkilatıq ve ona göre de biz əlbəttə ki demek ki meseləni milli mesele görəndə, milli mesele deyəndə bu meselenin bütün boyutlarını nəzərə alırıq ve bütün boyutları ilə hərəkət edirik ve o boyutlardan ibaret olan bütün hayatımızın, milletimizin gündemini öz içine almış, ihate eden bir durumu, vəziyyəti göz önüne alarak her zaman çıxış edirik ve tabii ki bizim bu ümumiyyətlə çıxışlarımız tabii bizim milletimizin içinden çıktığımızı göstermiş olur. Milletimizin durumunu, vəziyyətini, ailelerimizin orada geçinməsini, məişət durumunu, vəziyyətini, yaşam sıxıntılarını nəzərə almaqla ve bu günlerde her halükarda bildiğiniz kimi bu rejim bütün kanallarında, bütün temellerinde, bütün demek ki kaynaklarında ve bütün paylarında artık laxlayıbdır ve bunu düzəldəcək də heç gücü, imkanı yoktur. Eğer bu 10 il bundan qabaq məsələn deyirəm bir mitingi bastıra bilirdi ve o mitingin üzerine müəyyən dərəcə imtiyazlar ortaya koyurdu ve hədəflərinə əl tapırdı. Eğer 5 il bundan qabaq müəyyən dərəcə gücü var idi ki milletin səsini sustursun, millətlərin istəklərini göz ardı atıp da demək ki onları saymadan öz yoluna devam etsin. Eğer bundan önce 2 yıl bundan qabaq, 3 yıl bundan qabaq daha doğrusu eləyə bildi böyük ve geniş bir miqyasda sırf kadın üzerinde ümumiyyətlə hərəkət edən hərəkatı bastırsın. Ancak bu günləri daha doğrusu çok geniş miqyasda insanların ölüm dirim meselesi ortadadır. Ve bu ölüm dirim meselesinde tabii ki acılık, yoksulluk, işsizlik, bahalık, her doların demək real hesabıyla 1,5 milyon hududuna çıxması ve ya
150 min tümənə çıxması demək ki, böyük bir faciə. Bu faciənin boğduları o qədər dərindir ki, artıq nə burada Xamneyinin təhdidləri, ondan sonra Pezeşiyan hakimiyyətinin, Pezeşiyan dövlətinin millətə yönəlik bir dənə liberal davranışları və bu kimin demək ki davranışlar və nə sipahın artıq milyardılar sərmayəsi, iqtisadi ekonomi kontrolü və nizami hərbi zorakılığı bu işi demək olar ki, yəni millətin bu hərəkatını, millətlərin bu ayaqlanmasını geri çəkməyə mümkün olmayacaqdır. Bunu özləri də açıq aydıncasına deyirlər və bunu özləri də bizim əldə etdiyimiz demək ki, o gizli sözlərin, gizli iki Lahicanıdır, ondan sonra Qalibabdi o tərəfdən daha doğrusu başqalarının bir-biri ilə söhbəti danışığı və onların eşiyə çıxması ilə açıq aydıncasına bunu göstərir ki, bu rejim öz içində də daha son simə vurmuşdur. Necə ki, Xamneyini necə qaçsınlar, Xamneyinin qaçırılması ilə, Xamneyinin demək ki, ortadan qaldırılması ilə Putinlə razılığa gəlmişlər kimi belə bir şeylər filan deyilmə. Amma nə olursa olsun, təbii ki, bu rejim artıq bu mitinglərin, bu millətin ayaqlanmasının qabağında qarşısında tam acizliyini göstərmiş olur. Biz indi bu məsələ ilə bağlı əlbəttə ki, daha çox bizi ilgiləndirən Azərbaycan Milli Hərəkatı bu ayaqlanmanın, bu İran demək ki, başında ayaqlanmanın arasında dayanır. Əlbəttə ki, Azərbaycan Milli Hərəkatının özünün bir həyat fəlsəfəsi, bir yaşam fəlsəfəsi var. Bu həyat fəlsəfəsi, yaşam fəlsəfəsi bəzi dostlarımızın tələskənliyinə baxmayaraq 10 illərdir, demək ki, 20, 30, 35 il ən azından son dövrü hesablasaq, yəni 1990-cı ildən bu yana hesablasaq, daha doğrusu, demək ki, Azərbaycan Milli Hərəkatının bir həyat fəlsəfəsi vardı. O həyat fəlsəfəsi bundan ibarətdir ki, mənim məişəti, mənim sinfi, mənim demək ki, milli məsələm eyni mənim milli hərəkatımdır. Milli hərəkat sadəcə bir məfhuma Azərbaycan Türk millətinin dili, kültürü bu deyil. Azərbaycanın bütün demək olar ki, var oluşu, hər hansı halətdə olursa olsun Azərbaycan Milli Hərəkatının içində yerləşir və bu Azərbaycan Milli Hərəkatı dediyimiz məcbur və eyni zamanda özünün o tərifini ortaya qoymaq demək ki, əsasları üzərində məcburdur ki, bütün hərəkətlərdə öz inisiyativini, öz gücünü, öz qüdrətini və öz ön sözünü və son sözünü millətlə paylaşıb və milləti bu məncənabdan, milləti bu dərin quyudan çıxartmış olsun. Azərbaycan Milli Hərəkatı belə bir hərəkata çevrilmişdi artıq. Azərbaycan Milli Hərəkatını sadəcə demək olar ki, dediyim kimi bir dil məsələsinə deyil. Bu günləri Azərbaycanın demək ki, güneyində, Azərbaycanın qəlbində, Azərbaycanın ürəyində, Təbrizdə də artıq bu məsələ çox ağır vəziyyətdə tartışılır, danışılır ki, biz daha doğrusu bu inisiyatifimizi nə şahçılara, nə şeyxçilərə, nə mücahidlərə verməməliyik. Və bunun da şərtləri bundan ibarət olur ki, Azərbaycan Milli Hərəkatı özü meydanda olsun. Özünün meydanda olması, özünün meydanda gəlişməsi, özünün meydanı qızdırması əlbəttə ki, Azərbaycanda o qəriblərin heç birinə
demək ki, meydan verməyəcəkdir. Nə faşist Cümhur İslamiyə, nə ondan daha faşist demək ki, Pəhləviyə və nə onlardan heç birindən dalı qalmayan mücahidlərə də bu imkanı verməyəcəkdir ki, birisi pusuda oturubdur. İndi sakincəsinə pusuda oturan bir mücahid var. Bu çox təhlükəli bir Azərbaycan düşmənlərinin başında gedəndir. Hər zaman demişik və yine buna işarə etmək istəyirik. 45 ilin içində əgər bir təşkilat, əgər bir demək ki, sazman Azərbaycanın haqqında bir kəlmə söz deməyibsə, o demək ki, o bir tərəf deyil. O daha doğrusu çox təhlükəli bir mızı düşməndir. İndi bizim burada durumumuz, vəziyyətimiz nəyi icab edir? Biz bunu nəzərə almalıyıq ki, əziz soydaşlarımız, biz dərhal meydanda olmamız lazımdır. Amma bu meydanda olmamızın şərtlərini özümüz yaratmalıyıq. Özümüz Azərbaycan Milli Hərəkatı olaraq, Azərbaycan Milli Hərəkatının təşkilatları olaraq özünə dayalı bunu səfərbər etməlidir. Biz əgər bu səfərbərliyi əldən verərsək, əgər bunun incəliklərini doğru düzgün düşünməsək və əgər hər hansı bir hissiyata, duyğuya, ehsasata qatılıb da Azərbaycan Milli Hərəkatını İran hərəkatının içində tərif etməyə başlasaq, o zamandır ki, artıq bizim Azərbaycan Milli Hərəkatımızın hər hansı fonksiyonu olmayacaqdır. Və bu ən böyük təhlükələrdən birisidir. Biz bu təhlükədən uzaq düşməliyik, uzaq qalmalıyıq. Elə bu günləri, sabahlar Cümhur İslami yıxılmadı ki. Cümhur İslami ilə bu rahatçılıqda demək ki, indi Amerika da gəlsin o tərəfdən, İsrail də gəlsin bu tərəfdən. 3 günün, 5 günün qonağı deyil. Təbii ki, bunun at yapıları vardı. At yapılarını Azərbaycanda və İranın hər yerində darmadağın etmək lazımdır. Bu rejim 47 ildir bütün silah sursatı ilə, bütün casusluk şəbəkələri ilə özünün demək olar ki, təməllərini güclü saxlamağa çalışıbdır. Və bu günləri biz onun qabağında qarşısında çox necə deyim, həssas bir vəziyyətliyiq, həssas bir mövqeyyətliyiq. Əgər bu həssas mövqeyyəti düşüncəmizdən, fikrimizdən uzaqlaşdıraq və duyğusal hərəkətlərlə gətirib də içəriyə çağırış verməklərlə, nə ilə içəridə buna çıxmayacaqdır və biz də qalacağıq demək olar ki, o çağırışımızla qarşı-qarşıya özümüzlə söhbət edib danışıq, öz vicdanımızla hesablaşacağıq. Nəysə bunu demək istəyirəm ki, biz əlbəttə ki, Azərbaycan Milli Hərəkatının təşkilatları olaraq, özəlliklə GİATƏŞ olaraq demək ki, bu işin peşini tutmalıyıq, bu işin necə deyim, ahəngidarı olmalıyıq, bu işin güclü aparıcısı olmalıyıq, öndərləri olmalıyıq. Yəni bunu etməliyik, olmalıyıq. Hər kəs də bunu bizdən istəyir. Azərbaycan Türk milləti Ərdəbilisində, Nirində, Xiyavında, ondan sonra daha doğrusu ucqar bölgələrindən tutmuş ta bəski Urmusuna qədər, ta bəski Təbrizinə qədər, ta Miyanasına, Mərağasına, Əhərinə, Vərziqanına, bütün Qəradağına, bütün Qarabağına, hər yerinə, şimalına, quzeyinə, güneyinə baxaraq hər kəs bizdən öndərlik istəyir. Bu öndərlik sadəcə demək ki, bu günləri məişəti məsələdir deyə biz İranın içinə hopub və İran hərəkatının içində cumub və orada da milyardılar dolar onun arxasında para pul gələcəkdir. Bir dənə də bir xol birisini gətirəcəklər və qoyacaqlar İsrailin və Amerikanın gücü ilə gətirib qoyacaqlar hakimiyyətə. Onda bizim əl qolumuz tamamilə bağlanacaqdır. Biz bu günləri bizim yolumuz bəlli olmalıdır. Necə ki, açıqcasına millətimizin şüarı vardı. Şah, Şeyx Rəcəvi və necə ki, demək ki, Azərbaycan milləti ayrılıb və bu vilayəti atıb və özünə dayanıb deyə fərqli şüarlar vardı. Mən istəmirəm burada şüarbazlıq edəyəm. Ancaq bunlar hamısı millətimizin ürəyindən, qəlbindən çıxır. Biz
mütləqa stadyumlarımızda, özellikle traktörün stadyumlarında inhirafi, şaşırtıcı şuarlara meyil göstərməməliyik. Biz sadəcə düşmənimiz, bizim sadəcə düşmənimiz şərəfsiz Pəhləvi deyil. Bizim düşmənimiz eyni zamanda şərəfsiz Cümhur İslamıdır. Eyni zamanda onlara bənzər kimsələridir. Mən indi burada ad aparmaqdan da heç çəkinmirəm. Bizim siyasətimiz bundan ibarətdir ki, biz açıq və aydın düşmənlərimizi göz önünə alırıq və düşmənlərimizi millətimizin göz önünə səririk ki, bunlar demək ki, caydırıcı yola getməsinlər. Azərbaycan Milli Hərəkatı öz yolunu tutubdur və Azərbaycan Milli Hərəkatı özü istədiyi formada, güneydən, eşiyə, hər hansı formada demək, hazırıq biz mesajı gəlirsə, eşik ona çağırış da verəcəkdir. Eşik ona geniş olaraq da demək ki, öz gücünü, öz qüdrətini göstərəcəkdir. Mən bu günləri sizinlə burada sağollaşıram və gələn görüşümüzə qədər sizə can sağlığı arzu edirəm. Sağ olunuz, var olunuz.